Ferran Torres də artırdı, Fermin Lopez də artırdı. Yəni heyət baxımından belə ortada pis deyil. Yəni Pedrisi var, Frenkie de Jong yaxşıdır. Yəni sadəcə olaraq cinahlar, yəni Rafinha'nın olmaması çətinlik yaradır da. Yəni variantlar azdır da. Barcelona oyunu çözmək asan da olacaq Xabi Alonso üçün. Plus da ki səfərdə oynayacaq Barcelona Real'a qarşı. Santiago'da özdə 5 ardıcıl məğlubiyyətdən sonra, yəni Real 5 ardıcıl məğlubiyyətdən sonra yəqin ki 6-cı məğlubiyyət. Sonuncusu da çox acılı oldu. Atletico Madrid'ə o 5-1 məğlub oldu. Düşünürəm ki Real yəni düz özünü toparlayacaq Barcelona'ya qarşı. Bu daha ciddi rəqibdir, amma bu cür məğlubiyyətdən sonra lap çox toparlayacaq özünü. Biz Mbappe də yaxşı formadadır. Ayağı açılıb nəyi var? Tap batarıb vura gedir. Yəni bu El Clasico'da utsa Real, bu həm də psixoloji bir üstünlük olacaq. Yəni 5 xal fərq plus da ki psixoloji üstünlük, yəni Real üçün üstünlükdür də. Real Barcelona utsa, komandanın ruhiyyəsi artırsa, yəni biz o udmuşuqsa çempion ola bilərik.